Enerji dolu Bali adasından. Bu günləri çox maraqlı mövzumuz var. Balans. Ümumiyyətcə biz necə etməliyik ki, balansı saxlayaq bədəndə? Dostlar, bu çox önəmlidir. Çünki insan yaşa dolduqca balansı itirir, yıxılmağa başlayır, arada başı fırlanır. Yəni bizim bədənimiz düzgün qaydada əzələlər balanslı olsa və güclü olsa, yəni hər hansı yaşda bizi o problem gözləməyəcək. O səbəbə görə indidən özümüzə yatırım etməliyik. Qalxırıq ayağa. Sağ ayağımızı qaldırırıq. Dizimizi maksimum aparırıq yuxarı, əllərimizlə tuturuq və saxlayırıq. Çiyinlər gedir arxaya, nəfəsi al burunla və balansını saxla. Eyni hərəkəti edirik sol ayağımıza. Sadəcə qaldır və saxla. Əla. Çalışın bu hərəkəti hər gün edin. Təxminən 1 dəqiqə sağ ayağınızı saxlayın, 1 dəqiqə sol ayağınızı. Buradan fırlanırıq. Sol ayağımızı qaldırdıq, apardıq arxaya və əlimizdən tutduq. Buradan gəlirik qabağa. Daha çətinləşdiririk hərəkəti. Qolumuz gəlir önə. Və ayağımızı maksimum arxaya açmağa başlayırıq. Sağ ayağımızı qatlamırıq. Təxminən 3-5 nəfəs bu hərəkətdə qalsanız kifayətdir. Eyni hərəkəti əks tərəfə edirik. Sonra isə biz yenidən sol ayağımızı qaldırdıq. 2 barmağımızla baş barmağımızı tutduq və ayağımızı açmağa çalışırıq. Və balansı saxlayırıq. Ayağını aç, sinəni apar önə, nəfəs al burunla. Ayağını qaytar və eyni hərəkəti sağ ayağımıza edirik. Balans hərəkətləri çox önəmlidir. Dərindən nəfəsi al, qollarını apar yuxarı, dartıl. Qollarımızı aşağı salırıq, sinəmizi açırıq, yenidən qollar gedir yuxarı. Nəfəsi ver, nəfəsi al, sinəni aç, nəfəsi ver, nəfəsi al, nəfəsi ver. Bu hərəkətdə bizim ürək damar sistemimizi masaj edir. Nəfəsi al, nəfəsi ver, nəfəsi al. Bildiyiniz kimi, yoga fəlsəfəsi çox dərin fəlsəfədir. Yoga səni sağlam edir, xoşbaxt edir, huzurlu edir, həyat dolu edir. Çünki enerjilər aktivləşir və sən daha gözəl düşünməyə başlayırsan. Çünki hər hərəkətdə beynə oksigen gedir. Ümumiyyətcə, bu böyük bir sağlamlıqdır. Mən sizə, hər birinizə sağlam olmağı arzu edirəm. Təşəkkür edirəm.